Peygamber ve Ali Peygamber'e salavat diyey. Allahümme salli ala ağamız İmam Zaman ağanın zuhurunun təcilinə ve bizim onun sadiq köməkçilerinden olmamıza Peygamber ve Ali Peygamber'e salavat diyey. Qədir gecəsidir. Sonuncu Qədir gecəsidir. Allah yanında dualarımız qəbul olsun deyə, günahlarımızdan əffi qələm çəkilsin deyə və Allah Subhanahu wa Ta'ala gələn illərdə bu mübarək gecələri bizlərə və sevdiklərimizə nəsib eləsin deyə Peyğəmbər və Ali Peyğəmbərə layiqli salavat deyək. Allahümme salli ala أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الحمد لله الذي لا يبلغ مدحته القائلون ولا يؤدي حقه المجتهدون ولا يحسن إعماءه العادون الصلاة والسلام على سيد المرسلين وحبيب إله العالمين الذي سمي في السماء أحمد وفي الأرضين أبي القاسم المصطفى محمد Allahümme ve ala alihi alillah ve la'nu daimu ala a'daihim a'daillah. Əziz, dəyərli qardaş və bacılarım, bu günləri axırıncı Qədir gecəmizdir ki, Allah Subhanahu wa Ta'ala bu gecə o qədər dəyərli gecədir, o qədər böyük bir gecədir ki, Allah Subhanahu wa Ta'ala bu gecəni 1000 aya bərabər tutub. 1000 ay. Quran-ı Kərimdə Qədr surəsində Allah Ta'ala deyir ki, biz Peyğəmbərədir bu Qədr gecəsini sənə nazil elədik. Bu Qədr gecəsi 1000 aydan daha xeyirlidir. 1000 ayı hesablayırlar. Deyirlər ki, 1000 ay təqribən 83 ildən biraz çoxdur. Yani Allah Subhanahu wa Ta'ala bu gecədə etdiyimiz ibadəti 83 ildən daha çoxa bərabər tutur. Yani bir gün, bir gecə ibadət eləyirsən, bir gecə Allah'tan razı niyaz eləyirsən, bir gecə Allah'la danışırsan, Allah Subhanahu wa Ta'ala deyir ki, mən bunu 83 ilə bərabər tuturam. Yani bir gecə ilə biz elə bil bir ömür Allah'a ibadət elədik. Bir ömür biz elə bil Allahla razı niyaz elədik. Bir ömür 83 il günahlarımızı bağışlandırdık. Elə belə gecə deyir, bu gecələrin qədrini bilək. Bu gecələrdə olunan dualara diqqətlə fikir verək. Bu gecələrdə olunan söhbətlərdən istifadə eləyək. Həyatımızı dəyişməyə doğru çalışaq. Allah deyir bu gecə 83 ilə bərabərdir. 83 ildən daha xeyirlidir. Və bu 3 gecənin ən dəyərlisi bu gecəyə deyərlər. Yəni, ən çox Qədir gecəsinin ehtimal olunması gecə bu gecədir. Bu gecəyə də deyərlər Cuhəni gecəsi. Həzrəti Peyğəmbərimizin sahabələrindən biri malqara saxlayan idi. Gəlir Peyğəmbərin yanına deyir, ey Allahın Rəsulü, Abdullah ibn Uneysil Ənsariyil Cunahi adı belə idi. Gəlir Peyğəmbərin yanına deyir, ey Allahın Rəsulü, mən hər gecə məscidə gələ bilmirəm. Mənə bir gecə deyinə, yəni malqaramı qoyub gələ bilmirəm. Mədinənin qırağında yaşayıram, Mədinənin çölündə yaşayıram. Mənə bir gecə deyinən, mən həmən gecə gəlim, ibadətimi eləyim. Və bilim ki, Allah'tan istədiklərimi ala biləcəm. Sahabələrdir ki, İmam Baqir əleyhissalam bunu rivayət edib. Sahabələrdir ki, Peyğəmbər həmən kişinin qulağına nəsə dedi, biz eşitmədik. Bilmədik hansı gecəni dedi. Amma gözləyirdik o kişi hansı gecə məscidə gələcək. Ömrünün axırına qədər Ramazan ayının 23 gecəsi məscidə gəldi. Yəni bu gecə. Yəqin Peyğəmbər bu gecəni demişdi ki, o kişi bu gecə gəldi. Yəni bu gecə həmən gecədir. Bu gecənin qədrini bilək. Bu gecədə çox çölə çıxmayaq. Görürsən birdən söhbət olur, ikinci söhbətdə qapıda otiretdir. Çölə çıxır, çöldə nəsə bölürlər. Bir neçə saatli ibadətə gəlmişik də. Burada coşan oxunur, çöldə sigaret çəkirik, çay içirik.
Bunu sonra da eləyə bilərik. İstifadə eləyək bu gecələrdən. Bu gecədən istifadə eləyib həyatımızı dəyişə bilək. Mən xoşlamıram danlamağı ya. Bu təzkirədir, yada salmaqdır sizə. Ki, bura boş-boşuna gəlməmişik. İşimizi, gücümüzü atmışıq, məscidə yığışmışıq ki, biz bu gecələrdən istifadə eləyək. Bu gecələrdə həyatımızı dəyişək. Bu gecədə Allahdan istədiyimizi alay. Bu gecə elə bir gecədə Allah Subhanahu wa Ta'ala deyir ki, bütün mələklər yer üzünə nazil olur. Quran ayəsidir. Mələklər yer üzündən nazil olur. Mələklər nazil olan gecədəyik biz bu gecə. Ona görə bu gecənin qədrin bilək. Bu gecədə Allahla razı-niyazı bilək. Mən danışmaq istədiyim mövzu çox uzatmayacağım inşallah, çox vaxtınızı almayacağım. Duaları inşallah eləyək bu gecədə. Amma bu gecə niyə şərafətli gecədir? Bu gecələrdə biz nəyi dərk eləməliyik? Elə bizə deyərlər, Qədir gecəsini dərk eləmək lazımdır. Qədir gecəsini başa düşmək lazımdır. Allah Qədir gecəsindən nəyi dərk eləməyimizi istir bizdən? Nəyi başa düşməyimizi istir bizdən? Başqa cür desək, başqa dillə desək. Bu gecənin axı qiyməti nədir ki? Başqa gecələrdən fərqliliyi nədir? Niyə bu gecə fərqlidir? Niyə elə Allah Taala deyib ki, bu gecəyə dəyər verən nədir? Bu gecəyə qiymət verən nədir? Nəyə öyrənməliyik bu gecədə? Nəyə çatmalıyıq bu gecədə? Nəyə nail olmalıyıq bu gecədə? Onu gərək bilək, ona tərəf gedək də. Boş-boşuna gəldi, elə Coşan Kəbir oxudu. Ziyarət İmam Hüseyin əleyhissalam oxudu. Namaz qıldı, ibadət elədi, Quran oxudu, Quran başa qoydu. Bu nə istir Allah Taala bu gecədə bizdən? Nəyi öyrənməyimizi istir Allah Taala bizdən? Seyyid İbn Tavus deyirlər ki, Seyyid İbn Tavus deyir ki, Ramazan ayı ki, Allah Subhanahu wa Ta'ala bayaq dedim, 83 il, bu gecəni 83 ilə bərabər eləyir. Seyyid İbn Tavus deyirdi ki, Ramazan ayı qutaran kimidir, mən başlayıram özümü gələn Ramazana hazırlamağa. Bu gecədə biz elə eləməliyik ki, elə bir hala gəlməliyik ki, gələn ilə özümüzü hazırlayaq, gələn il bundan daha üstün halda olaq. Gələn il bundan daha üstün ibadət eləyək. Gələn il bundan daha o vəzifələr ki, Allah Subhanahu wa Ta'ala təyin eləyib bitsin, onlara daha gözəl əməl eləyək. Budur da Qədir gecəsi insanın həyatını dəyişməlidir. Bizim bütün hədislərə baxanda və Quran ayələrinə baxanda Allah Subhanahu wa Ta'ala bizdən bu gecədə iki şeyi bilməyimizi istəyir. İki şeyi öyrənməyimizi istəyir. Əgər bu iki şeyi bilməsən və birin bilib, birin bilməmək yox ha. Bunların ikisində. Əgər ikisində dərinliyinə enməsən, Qədir gecəsini dərk eləməyəcəksən. İki dənə önəmli bir şey var ki, Allah Subhanahu wa Ta'ala Qur'an-ı Kərimdə bizə əmr eləyib ki, bu gecədə onu dərk eləyiz. Bu Qədir gecəsində onu dərk eləyiz. Və qiyamət gününə qədər davam eləyir bu. Onlardan biri Qur'an-ı Kərimdir. Allah Subhanahu wa Ta'ala Peyğəmbərə deyir ki, İnna anzalnahu fi leylətil qadr. Biz bunu Qədir gecəsində nazil elədik. Qur'anı. Bilirsiniz, Qur'an nədir? Başqa bir ayədə Allah Subhanahu wa Ta'ala Qur'anın əzəmətindən danışır və Qur'anın əzəməti ilə yanaşı Həzrəti Peyğəmbərimizin qəlbinin əzəmətindən danışır. Bilirsiniz, Qur'an iki cür nazil olub. Bir dəfə Həzrəti Peyğəmbərimizin qəlbinə nazil olub bu gecə. Qur'anı Allah Subhanahu wa Ta'ala bütünlüklə mənasını nazil eləyib Həzrəti Peyğəmbərimizin qəlbinə. Bu Qədir gecəsində. Bir dəfə də parça-parça, ayə-ayə, sura-sura nazil olub. Məsələn, hər bir məsələ baş verərdi, Allah Subhanahu wa Ta'ala Peyğəmbərə deyərdi ki, filan ayəni dinən. Məsələn, Həzrəti Əli ibn Əbi Talib əleyhissalam məsciddə namaz qılır, namaz üstündə bir dənə dilənçi girir məscidin içinə, İmam Əli əleyhissalam namazın üstündə rüku halında əlin uzadır, dilənçiyə öz üzüyün verir. Allah Subhanahu wa Ta'ala Peyğəmbərə əmr edir ki, o sənə nazil elədiyim mənalar var deyə Qur'an-ı Kərim. Onun içindən bu ayəni dinir. İnnəmə vəliyyukumullah və rasuluhu vəllezina amanu yuqimuna salat və yutuna zakat və hum rakun. Sizin rəhbəriniz, sizin ağuz, sizin vəli, sizin başçınız Allahdır, Peyğəmbərdir və o kəslərdir ki, namaz qılıb rükû halında zəkat verərlər. Səbəbi budur. O ayənin səbəbi Həzrəti Əmir əleyhissalamın, Həzrəti Əli ibn Əbi Talib əleyhissalamın namazda rükû halında zəkat verməsidir.
Bir dəfə Peyğəmbərə Quran bütövlüklə qəlbinə nazil olub, bir dəfə də səbəblər baş verə-verə Peyğəmbər həmən ayələri insanlara çatdırardı. O bir dəfəlik baş vermə, bir dəfəlik Peyğəmbərə nazil olan gecə bu gecədir. Nur dağında Allah Subhanahu wa Taala Quranı Peyğəmbərə nazil eləyir və Peyğəmbər bunun daşıyıcısı olur. Allah Quranda Peyğəmbərin izzətindən, əzəmətindən danışır. Deyir, "Ləv anzalna hadal Qur'an ala cəbəlin ləra'aytahu xaşi'an mutasaddian min xəşyatillah." Baxız Peyğəmbərin ürəyi nədir? Allah Subhanahu wa Taala deyir, əgər biz Qur'anı, bu Qur'anı bütövlüklə dağlara nazil eləsəydik, böyük bildiyimiz dağlar var ha. Everest dağı dünyanın ən hündür dağıdır da. Allah Subhanahu wa Taala qeyd qoymur. Dünyanın ən böyük dağlarından, kiçik dağlarından bütün dağları nəzərdə tutur. Deyir, biz bu Qur'anı dağlara əgər nazil eləsəydik, dağlar Allah qorxusundan əriyərdi. Kül olardı. Baxız Peyğəmbərin qəlbi nədir? Qur'anı daşıya bilib bir nazil olmağı ilə. Bir dəfiyə Peyğəmbərin qəlbinə nazil olur. Dağların daşıya bilmədiyi yükü Həzrəti Peyğəmbər daşıyır. Ona görə Peyğəmbər deyir dəl, "Ma uziyən nəbi kəma uziytu qət." Mənim qədər heç bir Peyğəmbər əziyyət çəkməyib. Biz Peyğəmbərlərin həyatına baxırıq. Həzrəti Peyğəmbər bizim dəyərli Peyğəmbərimiz, gözəl Peyğəmbərimiz, ən şərəfli məxluqatın ən şərəflisi olan Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və aleyhi və səlləm başqa Peyğəmbərin zahirdə çəkdiyi əziyyəti çəkməyib. Məsələn, bizim Peyğəmbərimiz İsa Peyğəmbər kimi bu kətdən, bu şəhərdən o şəhərə köçməyib. Buradan ora, oradan bura qovulmayıb. Bizim Peyğəmbərimiz İbrahim kimi oda atılmayıb. Bizim Peyğəmbərimiz Musanın çəkdiyi əziyyəti çəkməyib zahirdə. Və niyədir mənim qədər heç bir Peyğəmbər əziyyət çəkmədi? Peyğəmbər burada Allah yanında olan məqamdan danışır. Çünki bizim Peyğəmbərimizin məqamına heç bir Peyğəmbərin məqamı çata bilməz. O qədər Allah yanında məqamı vardı, o qədər Allah yanında əziz idi, o qədər Allah yanında dəyərli idi, insanların bunu başa düşməməsi Həzrəti Peyğəmbərimizə əziyyət idi. Peyğəmbər deyirdi, "Qulu la ilahe illallah tuflihu", deyüz Allahdan başqa ilah yoxdur, nicat taparsınız, Peyğəmbərə daş atırdılar. Peyğəmbər deyir, bu mənim üçün əziyyətdir. Mənim çəkdiyimi əziyyəti heç bir Peyğəmbər çəkməyib. O qədər böyük Peyğəmbərimiz var bizim, o qədər əzəmətli Peyğəmbərimiz var. Allah Subhanahu wa Taala deyir ki, mən Qədir gecəsində ilk Qur'anı Həzrəti Peyğəmbərə nazil elədim. Yəni, Qur'andan möhkəm yapışız, Qur'anı qəşən biliyoruz, Qur'anı oxuyuz, Qur'anın mənalarına varız, dərinliklərinə varız. Görürüz, Allah Subhanahu wa Taala bu mesaj ki yollayıb bizə, nə istəyir Allah bizdən? Allah Qur'anı bitsin yollayıb da, hər birimiz üçün, tək-tək hər birimiz üçün yollayıb. Nə istəyir Allah Taala bizdən bunu? Bu ay Qur'anda Allah bizdən nə istəyir? Həzrəti Peyğəmbərdir, məsciddə oturmuşdu, bədəvi ərəblərdən biri gəldi. Əgər istəsik Qur'anın dərinliklərinə varaq, Allah Subhanahu wa Taala gözlərimizi açar, verər bizə. Biz gərək istəyək, biz gərək ona tərəf hərəkət eləyək. Peyğəmbərdir, məsciddə oturmuşdu səhabələrlə, bir dən bədəvi ərəb gəldi, Peyğəmbərə dedi ki, mənə Qur'an öyrət. Peyğəmbər səhabələrindən birinə işarə elədi ki, filanı get buna Qur'an öyrət. 5 dəqiqə keçmişdi, bunlar Qur'an oxuyurdular. Bu Peyğəmbərin səhabəsi, bədəvi ərəb çıxdı, məsciddən getdi. Peyğəmbərin səhabəsi gəldi, Peyğəmbərə dedi ki, ey Allahın Rəsulü, sən bu bədəvi ərəb heç səbri yox idi, bunun hövsələsi yox idi. Peyğəmbər dedi, nə oldu? Deyir, heç nə buna birdən Zəlzələ surəsini başlamışdım öyrətməyə. Zəlzələ surəsini öyrətməyə başladım. Oxudum İzazul zilətul ərzu zilzalaha. Buna da deyirdim və mənaların tərcüməsi, mənasını deyirdim buna. Bu kişi gəldi, bu yerə çatdı. Fəmən yə'məl misqalə zərrətin xeyrə yerə, fəmən yə'məl misqalə zərrətin şərrə yerə. Hər kəs bir zərrə xeyr iş görsə nəticəsini görəcək, hər kəs bir zərrə şərr iş görsə nəticəsini görər. Yəni, qisassızdır bu dünya. Bu dünyada xeyr iş görmüsənsə, Allah Subhanahu wa Taala onun əcrin verəcək sənə. Əgər bu dünyada bir zərrə belə insanların haqqına girmisənsə, Allah Subhanahu wa Taala cəzalandıracaq səni. Deyir, bu ayəyə çatmışdım. Bədəvi ərəb məndən soruşdu, bu oxuduğumuz Qur'andır. Deyir, dedim ona, mən sənə Qur'an öyrədirəm də. Deyir, mənim bəsimdir. Durdu, çıxdı, getdi. Həzrəti Peyğəmbər deyir ki, "Laqad xarəcə fəqihan." Peyğəmbər deyir ki, bu kişi
cahil olaraq məscidə gəlmişdi. Məsciddən fəqih çıxdı, alim çıxdı, müştəhid çıxdı. Bir ayəni dərk eləməklə, bir ayəni mənimsəməklə və özünə orada özü ilə fəqih çıxdı nədir? Allahla öz arasında söz verdi ki, ilahi, mən bundan sonra bir zərrənin belə qiymətini bilərəm. Bir damcının belə qiymətini bilərəm. Bilərəm kimə xeyr eləmişəm, kimə şər eləmişəm. Kimə əziyyət vermişəm, kimi zülm eləmişəm, onların qədrini bilərəm. Peyğəmbər deyir ki, ləqəd xarəcə fəqihən. Fəqih çıxdı məsciddən. Quranı mənimsəməklə, Qurana dərinliyinə varmaqla, Quranı açıq zehinlə düşünməklə, oxumaqla. Boş Quranı oxumaq deyir ki, ölənlərimiz ölüb, Yasin surəsini oxuyaq ona. Bu deyir, ancaq bu deyir Quran. Quran bunun üçün nazil olmayıb. Allah hər birinizə uzun ömür əta eləsin inşallah. Allah sizləri Peyğəmbər və Ali Peyğəmbərdən ayrı salmasın. Biz çox şeylərimiz ərəbcədir də, hətta dəfində belə, ölənlərimiz öləndə, bir kəs öləndə belə qəbrə qoyuruq, təlqini ərəbcə oxuyuruq da ona. Məsələn, orada mənim əgər əlimdə imkan olsa, həqiqətən deyərəm, o tərcüməsi oxunsun. Təlqinin tərcüməsi oxunsun cəmaata. Qoy cəmaat bilsin, Allah bizdən nə istəyir? Təlqində belə deyilir, ya filan ibni filan, ey filan kəsin oğlu filan kəs, biz gedəcəyik, Allahın mələkləri gələcəklər, səndən soruşacaqlar, əyyü Rəbbin əbəttə, hansı Allaha ibadət eləmirsən? Allahın kimdir? Rəbbin kimdir? Bunun bizə tərcüməsi lazımdır. Ölən ölüb də dayı. Bunu bastırmışıq. Ölən ölüb. Bunlar oxunur sən üçün, mən üçün. Biz qulaq asay, hazır olaq bu suallara. Mələklər bizdən soruşanca, hansı Allaha ibadət eləmirsən, hansı Allaha iman gətirmirsən, çaşmadan, dayanmadan, düşünmədən deyə bilək tək olan Allaha, qadir olan Allaha, bizi xəlq eləyən Allaha, ondan başqa ibadəti, ləyaqəti olmayan Allaha iman gətirmişəm və ona ibadət eləmişəm. Bunu deyə bilək. Ona Qur'anı oxuyay, bu Qədir gecəsinin əmanətidir bizə. Bu Qədir gecəsinin əzəmətli eləyəndir Qur'an-ı Kərim. Bu Qur'anı oxuyay və mənimsiyək. Bu bizim müqəddəs kitabımızdır. Bu bizə Allahdan bizə gələn bir mesajdır. Ona görə Allah Subhanahu wa Ta'ala deyir ki, İnna ənzəlnahu fi leylətil qadr. Biz Qur'anı bu gecə nazil elədik. Qur'anı bu gecə nazil elədik ki, siz Qur'an dərk eləyəsiz, Qur'anla yaşayasız, Qur'anla ömür sürəsiz, Qur'andan ayrılmayasız. Hər birimizin vəzifəsidir Qur'anı oxuyub, Qur'anı dərk eləmək. Və bu gecədə ikinci bizim öyrənməyimiz lazım olan məsələ Qur'anı natiqlərdir. Qur'anı bizə çatdıranlardır. Allah Subhanahu wa Ta'ala Həzrəti Peyğəmbərə deyir ki, sənin işin qorxutmaqdır, çatdırmaqdır. İnsanlara çatdır. Sənə məndən nazil edirəm, insanlara çatdır. Hər insanı hidayət eləyən var. Bizim Əhl-i Beytin böyüklüyünə dəlalət eləyən ayələrdən də biri budur. İnnəkə munzirin və likulli qovmin had. Allah Subhanahu wa Ta'ala Peyğəmbərə deyir ki, sən xəbərdarlıq eləyənsən, sən çatdıransan. Sən çatdır, sənin işin olmasın. Hər insanın hidayət eləyəni var. Yəni, loru dildə düşü, hər zamanənin öz imamı var. Hər zamanənin öz rəhbəri var. Və ona dəlalət eləyən ayələrdən də biri bu ayədir, surədir. Qədir surəsi. İmam Muhammed Baqir əleyhissalam deyir ki, əgər istəyirsiniz bizim haqlığımızı başqalarına çatdırasınız, Qədir surəsini gətirirsiniz onlara şahid. İmama deyirlər, ağa necə Qədir surəsini? Deyir Allah Qədir surəsinin axırında nə deyir? Tənəzzəlul mələikətü və ruh. Mələklər və ruh nazil olurlar. Ərəb dilində bir keçmiş zaman var, bizdə də var. Bir keçmiş zaman var, bir gələcək davam edici zaman var ərəb dilində. Ərəb dilində əgər Allah Subhanahu wa Ta'ala demək istəsəydi ki, ey Allahın Rəsuli, bu gecədə bu ayə sənə nazil olub, bu Qur'an sənə nazil olub və bu gecədə mələklər nazil olublar, gərək keçmiş zamanda deyəydi, olublar. Allah demir olublar. Allah deyir ki, davamlı olaraq mələklər nazil olurlar. Davamlı olaraq mələklər və ruh yer üzünə nazil olur. Yəni Peyğəmbərdən sonra da nazil olur. Mələk də bizim bildiyimiz bu
şəkillərdə görürsünüz, elə bir sürü qanadları var mələk. Bir qız formasında mələk çəkirlər, bir oğlan formasında mələk çəkirlər, qanad qoyurlar. Mələk belə bir varlıq deyil ha. Mələk bu mücərrəd varlıqdır. Mələk gözlə görülən bir varlıq deyil. Mücərrəd varlıqdır. Mələklər ruha nazil olarlar. Mələklər qəlbə nazil olarlar. Mələklər yer üzünə ki Allah Subhanahu va Taala deyir nazil olurlar. Onları bir qonaq eləyən var. İmam Muhammed Baqir əleyhissalam deyir ki, onları qonaq eləyən biz əhl-i beytük. Yer üzünə ki nazil olurlar, onları qonaq eləyən var. İmamı tanımaq budur ya. İmamı tanımaq üçün özdə molla olmağa ehtiyac yoxdur. İmamı tanımaq üçün böyük bir alim olmağa ehtiyac yoxdur. İmamı tanımaq üçün elə-belə xırda bir şəxs də ola bilərsən, amma imamı tanıya bilərsən. İnanırsınız, mən hələ mövzuma girməmişəm, amma hələ qıraqdan danışıram. Bir hədis hazırlamışdım, çox uzatmayacağım, narahat olmayacağım. Allahumma sallallahu. Girməyəcəm, hazırladığım mövzuya girməyəcəm. Narahat olmayacağım. Hə. Sadəcə söhbət belə gəldi da buradan danışdım da. Bir hədis oxuyacaqdım inşallah sizə. Ondan danışacaqdım. Sadəcə Qədir gecəsinə girdim, elə ondan da davam elədim. İmamı ikinci vəzifə, bizim Qədir gecəsində ikinci vəzifə imamı tanımaqdır. Bayaq dediyim kimi imamı tanımağın ehtiyacı yoxdur bir adam böyük alimlərdən olsun. Yəni filankəs alimdir, imamını tanıyıb, mən tanıya bilmərəm, elə bir şey yoxdur. İsfahanda bir dənə məscid var. Dəyərli ruhani qardaşlarımız yəqin bilərlər. Məscidə deyərlər, Məscid-i Seyyid. Məşhur Qacarilərin dövründə tikilən bir dənə məsciddir. Adı Məscid-i Seyyiddir. Seyyid məscididir. Tikən Baqir Şəfti, Seyyid Baqir Şəfti. O məscidi tikib Qacarilərin dövründə. Baxınız, insan necə imamı ilə rabitə yarada bilir. İnsan necə imamı ilə əlaqə qura bilər. Bizim zamanəmizin sahibi var. Bizim zamanəmiz sahibsizdir. Bu Qədir gecəsi var ha. İmam tanımayan Qədir gecəsini bilməz nədir. Baxız, dünyanın bütün dinlərinə, məzhəblərinə baxız. Bu Qədir gecəsi ki, bizdə ehtimam verilir, imam tanıyanlarda ehtimam verilir, başqa heç bir məzhəbdə yoxdur bu. Hər şey ehtimam verirlər, Qədir gecəsinə ehtimam verilməz. Niyə? Çünki imamın olmasa Qədir gecəsi bilmərsən nədir. Qədir gecəsinin ləzzətini bilmərsən nədir. Qədir gecəsinin ləzzətini verən imamdır, rəhbərdir, zamanəvin sahibidir. Seyyid Baqir Şəfti öz zamanəsində İsfahanda şiyələrin başçısı olub. Çox dəyərli insan olub, çox qiymət verilmiş insan olub. O məscid ki, Seyyid məscid deyirlər, Məscid-i Seyyid deyirlər ona, Seyyidin məscidi. Elə onun qəbri də oradadır, həmən məscidin içində dəfn olunub, bir qırağında dəfn olunub, İsfahanda. Öz zamanəsində çox dəyərli insan olub, şiyələrin başçılarından olub və səxavətli bir şəxs olub, Allahın verdiyini Allah yolunda bölərmiş, Allahın əmrlərinə itaat eləyərmiş, sadiqul əmin tanınıb öz dövründə, öz zamanəsində. İnsanlar öz əmanətlərini onda saxlayıb gedərmişlər, gələrmişlər. O qədər insanların dəyər verdiyi insan olub. Bir dəfə Seyyid Baqir Şəfti deyir ki, həcc ziyarəti nəsib oldu, həcc ziyarətinə gedirdik. Amma bizdir qabaq həcc ziyarətinə gedəndə Kərbala ilə gedirdik. Gedərdik birinci Kərbalanı, Nəcəfi, məsum yomları ziyarət eləyərdik, sonra gedərdik həccə. Elə getmişdik Kərbala ziyarətinə, cəmaat mənə dedi ki, ağa bizim səndən başqa inandığımız adam yoxdur ki. Biz həccə gedirik, üstümüzdə pulumuz var, paramız var, qızılımız var, azuqəmiz var. Biz ancaq sənin yanında qoyub gedə bilərik bunu. Bunu qoyaq sənin yanında, gedək ziyarətə. İndi həccə yola düşəndə, yenə də səndən hərə öz nəyi var səndən alar gedər. Ağadır, nə desin, cəmaatın əminidir də bu. Hamı var dövlətin qoyur, nəyi var, həccin nə götürüblər, qoyurlar Şəftinin, Seyyid Şəftinin yanında. İmamı tanımaqdan gedir, bilirsiniz nədən danışıram. Zamanənin imamını tanımaq üçün elmə ehtiyac yoxdur. Ürəyi aç, ağa özü gələcək. Qəlbi aç, onu görmək istə, görəcəksən. Ağa elə dör. Ağa elə dör, nə vaxt elə, ağa mən istəyirəm səni görəm. Yox, sən ürəyi açırsan, ağa özü gəlir. Sən qəlbi açırsan, ağa özü gəlir səndən görüşə. Ağa özün əmrlərin birbaşa sənə deyəcək. Çünki bizim zamanəmiz sahibsizdir ki.
Bu bizim bütün İslamın etiqadıdır. Həzrəti Peyğəmbərdir. Mən matə və ləm yarif imamə zamanihi matə meytətən cahiliyyə. Hər kəs ölə öz zamanəsinin imamını tanımasa, ölüsü cahiliyyət ölüsü kimidir. Bütün müsəlmanlar bu hədisi qəbul edirlər. Zamanəvin imamını tanımamsansa, bilmirsənsə zamanəvin imamı kimdir, rəhbərin kimdir, etdiyin ibadətlər boşdur, tutduğun oruclar boşdur, qədir gecələrin boşdur, həyatın puşdur. İbadət eləmisən ha. Çünki Allah Quranda deyir ki, يَوْمَ نَدْعُ كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ Qiyamət günündə biz hər kəsi öz imamı ilə çağırarıq. Deməyəcəklər filan kəsin oğlu filan kəs, gəl sən sorğu-sual eləyək. Deyəcəklər filan kəs, imamını götür gəl, sən sorğu-sual eləyək. Qiyamət günündə imamımızla çağıracaqlar bizi. Hər kəs öz zamanəsini imamın tanımalıdır və öz vəzifəsini bilməlidir. Bilməlidir ki, mənim imamıma görə vəzifəm nədir? Nə istəyir imamım məndən? Çünki Allah xəbərin bizə çatdıran, bizi hidayət eləyən Peyğəmbərdir, Peyğəmbərdən sonra məsum imamlardır. Biz imamlardan vəzifələrimizi öyrənməliyik. Mən bunu məclislərin birində demişdim. Hamımız eşitmişsiniz Bəhlül Danəndə. Bəhlül Danəndə özün dəlliyə qoymuşdu da, təbliğ elirdi. İmam Musa Kazım əleyhissalamın səhabələrindəndir, ən dəyərli səhabələrindən idi. Niyə özün dəlliyə qoymuşdu? Rivayətlərdə deyirlər ki, Bəhlül Danəndə və onun ətrafında olanlar, yəni İmam Musa Kazım əleyhissalamın ətrafında olanlar ki, çox çətin zamana idi. İmam Musa Kazım əleyhissalam elə ömrün zindanda keçirdib, ona salam verən belə edam olunurdu, salam verən zindana tutulurdu. Hətta İmam Musa Kazım əleyhissalam səhabələrinə demişdi ki, məni görəndə mənə salam verməyiz, qoy sizə xətər gəlməsin. O dövrdə yaşayırdı da Bəhlül Danəndə. İmama məktub yazırlar ki, ey Allahın vəlisi, ey zamanəmizin sahibi, bizim bu zamanda vəzifəmiz nədir? Zülüm baş alıb gedib, fəsad baş alıb gedib, imamımızla görüşə bilmirik, ibadətimizi doğru düzgün eləyə bilmirik. Bizim vəzifəmiz nədir? Bu bizə bir dənə mesajdır ki, hər birimiz gərək zamanəmizin sahibindən vəzifəmizi öyrənək. Bilək bizim vəzifəmiz nədir? Bu zamanda bizim vəzifəmiz nədir? İndi elə bir dünyada yaşayırıq ki, cürbəcür sektalar, cürbəcür məzhəblər, cürbəcür zülümlər, cürbəcür fəsadlar, cürbəcür pozğunçuluqlar, özümüz, gələcəyimiz, ailəmiz, uşaqlarımız necə qoruyaq onları? O vəzifəmizi bilməklə qoruya bilərik. Vəzifəmizi bilək, zamanəmizin sahibindən vəzifəmizi öyrənək. Bu da hər birimizin, özümüzün, şəxsimizin məsələsidir. O qalan əhvalatı danışacağım, bunu qoyduğum Bəhlülü. Bəhlül Danəndə və ətrafında olanlar İmam Musa Kazım əleyhissalama yazırlar, ağa bizim vəzifəmiz nədir? Ağa bir dənə C hərfi yazır, yollayır onlara, cim hərfi. Bu cim hərfindən hərə bir şey başa düşür. Bəziləri bu cim hərfindən, C hərfindən cibal başa düşür. Cibal yəni dağlar. Çəkilirlər dağlara, ibadətlərini eləyirlər. Bəziləri bu C hərfindən Bəhlül kimilər, cunun başa düşülür, yəni dəlili. Özlərin dəliliyə qoyurlar, Allah dinini təbliğ eləyirlər. Bizə də lazımdır öz zamanımızın vəzifə, öz zamanımızın imamı ilə əlaqəmizi quraq və vəzifəmizi soruşayaq adan. Seyyid Şəftidir ki, getdi Kərbalada cəmaat, əmanətlərin qoydular mənim yanımda. Bir an qəflətdə oldum, bir də gördüm ki, cəmaat nə verib mənə oğrayıblar. Hər şey oğranıb. Salavat deyək Peyğəmbər ali, Peyğəmbər ali. Bir dənə Peyğəmbər ali, Peyğəmbərə salavat deyək, gələk qabağa. Allah. Seyyid Şəfti deyir ki, Seyyid Baqir Şəfti deyir ki, mən gördüm nə vermişlər mənə, hamısı oğranıb. Qaçıram deyir Kərbalanın küçələrində o tərəf bu tərəfə ki, oğlunu tapım, cəmaatın üzümün həyası gedəcək cəmaatın yanında. Cəmaat mənə əmanət eləmişdi. Nəyləri var mənə əmanət eləmişdi və hər nəyimiz onun içindədir. Yəni buradan sonra həccə gedirik. Cəmaatın həcci yarıda qalacaq. Cəmaat deyir mənə əmanət eləmişdi, ağlayıram. İmam Hüseyin əleyhissalamdan istəyirəm ki, ağa mənə yardım elə. Deyir gördüm çarəsiz qalmışam. Bax öz bunda bir dənə də hikmət var ki, insan əgər qəlbi sınıq ola, çətin vəziyyətdə zamanəvin imamından kömək istəsən, inanız ki, sizi yar yolda qoymaz. Əl üzü boş qaytarmaz. Sadəcə onu istəyə biləz. İstəyə bilək. Ağa ilə görüşməyi istəyə bilək. Ağadan hacətimizi almağı bilək. Onu biləndən sonra problemimiz yoxdur. Şəftidir, təvəssül elədim İmam Zaman ağaya. Ki, ağa, mənim
cəmaatın yanında xəcalətli eləmə. Mən illərdə abirumu qorumuşam, illərdə həyamı insanların içində qorumuşam. Allah nə əmr eləyib yerinə yetirmişəm. Deyirdən cavan oğlan gəldi, mənə dedi ki, niyə narahatsan? Dedim, qardaş, nəyim var, cəmaat mənə əmanət eləmişdi, hər şey əlimdən gedib. Dedi, narahat olma, bu dünyaya görə narahat olma. Dedim, necə narahat olmaq? Biz həccə gedirik, hələ bilmirəm kimlə danışıram. Deyir, narahat olma, indi gələcək. Deyir, bir nəfərin adını çağırdı, 3 dəfə bir nəfərin adını çağırdı. O adam gəldi, gələn adam gördüm bizim İsfahanın avarasıdır. Avara bu kriminal avara yox ha, başqa avara. Yəni işsiz, gücsüz bir adamdır ki, biz ona o qədər ehtimam da göstərmirdik. Elə bir avara. İsfahanın havasıdır, bu çağırdı. O adamın adı yadından çıxıb, gələnin adı yadından çıxıb. Gəldi mənə dedi ki, bunun nə itirib, hamısını ver. O cavan özü getdi. Bu da tanıdığım adamdır da, mənim kətçim, mənim yerlimdir. Deyir, o getdi, bir yerə getdi, qayıtdı, nə oğranmışdı, hamısını gətirdi, dedi, bulardı, deyir, hə. Hamısını verdi mənə, cəmaatın əmanətlərini qaytardım. O kişiyə dedim, axı, sən bizlə həccə getmirdin, sən ara, bu hara? Dedi, heç kəsə demə, heç kəsə demə. Görüşdüyün adam zamanəvin sahibi idi. Sənin yanıma gələn zamanəvin sahibi idi. Allahümme sallallahu dedi, ağam görmüşəm ki, heç nə danışa bilməmişəm axı, bilməmişəm kimdir. Buna dedim, axı, sən hara, o hara? Dedi, sən heç kəsə demə. Nəyi necə idi, elə də qalaq. Dedi, yox, belə olmazdı, sən mən ağanın yanına apar. Dedi, həcdə, minada. Gələrsən, ağanın çadırının yanına sən aparacam. Dedi, getdim, həccə, cəmaatın bütün veşlərini qaytardım, getdik həccə, ağanın bu kişi yenə gəldi, həmən İsfahanlı, mənim qonşum. Gəldi, mən dedi, gedək. Apardı mən ağanın çadırının yanına. Dedim, içəri girmir. Dedi, mən sənə söz vermişdim, çadırının yanına qədər aparacam səni. İçəri sənlik deyil, ora çatmamısan. Özüm də bunu dərk elədim. Həcci ziyarət elədik, qayıtdik İsfahana. Gördüm, bu kişi də cəmaat kimi bizim ziyarətimizə gəlir. Cəmaat bizim ziyarətimizə gəlir də, həcdən gəlmişik də. Allah hamımıza qismət eləsin inşallah. Bu kişi də ziyarətimizə gəlir, qucaqladı məni. Dedim ki, həmən adamsan, dedi, hə, səs eləmə. Necəydi, elə də qalay. Sən Seyyid, mən bu İsfahanın avarası. Elə də qalay. Qoy elə də bilinsin. Sən mənə söz vermişsən ki, bunu heç kəsə deməyəcəksən. Elə də oldu, day bu görürəm də İmam Zamanla görüşən adamdır, bunu cəmaat bilmir. Bəzi insanlar var içimizdə, bunu niyə misal gətirdim? İçimizdə bəzi insanlar var, biz elə bilirik avaralardır. Biz elə bilirik ki, bunlar heç bir yerə nail olmayıblar, amma əslində tanımırıq, insanları tanımırıq. Həzrəti Peyğəmbərdir ki, 4 dənə şeyi Allah Subhanahu wa Ta'ala 4 şeyin içində gizlətdi. 4 şeyin içində gizlətdi, bunları boş saymıyor. Onlardan biri də Allah Subhanahu wa Ta'ala dəyər verdiyi insanları insanların içində gizlədər. Bilmərik, tanımarıq. Yəni İmam Zaman ağa olmaq üçün, ağanı görüşmək üçün, onun huzuruna çatmaq üçün mərcə təqlid olmağa ehtiyacın yoxdur. Qəlbini düzəlt. Bu dünyanın boş olduğunu dərk elə, ağa özü gələcək səndən görüşməyə. Ağa özü sənin ziyarətivə gələcək. Deyir, mən bunu tanıyıram da, bilirəm bu kimdir. Ondandır, elə get-gəlimiz oldu. Mən onlara gedərdim, o bizə gələrdi. Deyir, bir gün mənə dedi ki, bir neçə saatdan sonra mənim dünyam, ömrüm qutaracaq. Məni filan yerdə dəfn eləyəsən, namazımı da sən qılasan. Seyyidədir, həmən avara. Deyir, mən da bunu cəmaata deyə bilmirəm ki. Bir neçə saatdan sonra dedilər ki, filan avara dünyasını dəyişib, ölüb. Getdik, dəfn elədik, da orada özümü saxlaya bilmədim, cəmaata deyim bu kimdir. Bilsin, cəmaat tanısın, Allah vəlisini tanısın. Cəmaat bilsin ki, Allahın vəliləri var. Vallahi dünyada elə bir pozğunçuluqlar var, dünyanın hər yerində. Mən bunu dəfələrlə demişəm. Allahın vəliləri olmasa Allah Subhanahu wa Ta'ala o pozğunçuluqlara görə bəla nazil eləməlidir. Əgər Allah vəlisi olmasaydı insanların içində, Allahın sevdiyi insanlar olmasaydı bu insanların içində, Allah Subhanahu wa Ta'ala olunan pozğunçuluqlara görə bəla nazil eləməliydi. Hər birimizə bəla nazil eləməliydi. Kimə görəsə Allah Subhanahu wa Ta'ala rəhm eləyir bizə. Bilmirəm kimdir. Sizdən biridir bəlkə.
Sizin içinizdə inşallah hamımız onlardansınız Allahın izni ilə. Ki Allahın sevdiyi bəndələrdənsiniz. Çünki dünyada, baxınızda dünyada nə qədər zülümlər var. Dünyada, Fələstində körpələr qırılırlar, qəlbimiz belə narahatdır. Nə qədər qəlbimiz qəsavətlənib, narahat deyirik, danışmırıq. Fələstindir də. Fələstin. Həzrəti Peyğəmbərdir ki, mömin bir dənə bədənə bənzəyər möminlər. Necə ayağın ağrır, başına da ağrı verir, qoluna da ağrı verir, bütün vücudun əziyyət çəkir. Mömin elə olmalıdır ki, dünyanın harasında bir müsəlman əziyyət çəkirsə, o mömin əziyyət çəkməlidir, narahat olmalıdır. Niyə narahat olmuruq? Fələstində müsəlmanlar qıldır, narahat olmuruq. Livanda müsəlmanlar əziyyət çəkir, narahat olmuruq. Suriyada müsəlmanlar əziyyət çəkir, narahat olmuruq. Əhl-i Beyt aşiqlər dünyanın hər yerində əziyyət çəkirlər, narahat olmuruq. Niyə? Çünki özümüzü düzəltməmişik, vəzifəmizi bilmirik. İmamımızı tanımamışıq, zamanəmizin imamını tanımamışıq. Zamanəmizin imamını tanıyandan sonra fərqi yoxdur nə vəzifədəsən, hardasan, nə iş görürsən. İmam özü gələcək səni görüşüvə. İmam sənin istədikləri verəcək. İmam sənə əmr edəcək, insanların xidmətində dur. Necə ki o avariyə İmam avariyə xəbər elədi, əmr elədi ki, bu kişinin xidmətində dur. Qoy bu abirusu getməsin, onun üzünün suyu getməsin. İmam əmr eləyirsə, imam vəzifə verir sənə. Bilirsiniz nə böyük şərəfdir bu. İmam sənə vəzifə verir. Bu gecənin önəmlərindən də biri, bu gecədə gərək imamını tanıyasan. İmamınla rabitəvi düzəldəsən. İmamınla əlaqəvi düzəldəsən. Allahın verə izzətinə, cəlalına, mən çox üzr istəyirəm, çox uzatdım söhbəti. Allahın verə izzətinə, cəlalına, böylüyünə, Allah subhanahu wa ta'ala bu gecənin ehtiramına həm Qur'anla əlaqəmizi düzəldən bəndələrdən, həm imamımızla əlaqəni düzəldən bəndələrdən bizləri qərar versin inşallah. Allahın verə izzətinə, cəlalına, böylüyünə bu gecə ki Allah subhanahu wa ta'ala bu gecəni 83 ildən daha üstün bölü bilir. Yəni bir ömürdən daha üstün bölü bilir. Allah subhanahu wa ta'ala bu gecələrdən inşallah gələcək gecələrdə də, gələcək illərdə də hər birimizə nəsib eləsin inşallah. Allahın verə izzətinə, cəlalına, böylüyünə mən bir dən bunu da deyim, söhbəti qutarım. Bunu deyim, qoy. Çünki nöqtə budur. Hardan bilək ki, biz Qədir gecəsini dərk eləyirik ya yox? Buna cavabı deyim, qutarım. Yəni, biz Qədir gecəsi bizdə təsir qoyub ya yox? Bunu hardan bilək? Qədir gecəsinin təsirini bilmək üçün sabah həyatımıza baxay. Sabah həyatımızda dəyişiklik var ya yoxdur? Yəni, həmən adamam, dünənləri ki, qeybət elirdim, elə həmən adamam, deməli, Qədir gecəsi mənə təsir eləməyib. Dünən ki, gözümü qoruya bilmirdim, həmən adamam, deməli, Qədir gecəsi mənə təsir eləməyib. Dünənləri ki, günah elirdim, Allahın əmrindən çıxırdım, namaz qılmırdım, oruç tutmurdum, ibadət eləmirdim. Əgər həmən adamamsa, deməli, Qədir gecəsi mənə təsir qoymayıb. Əzizlərim, istəyirik Qədir gecəsi bizim həyatımıza təsir qoysun, özümüzü dəyişməyə çalışaq. Dünənimiz bu günümüzdən fərqli olmalıdır. Hazırlaşmalıyıq gələn ilin Qədir gecəsinə. Allahın verə izzətinə, cəlalına, böylüyünə Allah subhanahu wa ta'ala Qədir gecəsini dərk eləyən bəndələrdən bizi qərar versin inşallah. İnnə əhsənəl hədis və əblağal muizə. Allahın kitabıdır, ən gözəl hədis, ən gözəl muizə Allahın muizəsidir, Allahın kitabıdır, Allahın ayələridir. Allah subhanahu wa ta'ala bu gecədə də bizə deyir, İnna ənzəlnahu fi leylətil qədr. Mən bu kitabı, bu müqəddəs kitabı Qədir gecəsində nazil elədim. Allah bizi Allah kitabının qədrini bilən bəndələrdən qərar versin inşallah. Allah sizdən razı olsun. Haqqınızı halallıyız, vaxtı çox uzatdım. Əssalamu aleykum və rəhmətullah və bərəkət.